Herkese selam. Selamlar. Necəsiniz canlarım, mallarım? Yaxşısınızmı? Biz həmişəki kimi çox yaxşıyıq. Aferin. Çox sevinçliyik. Bütün uşaqlar bayramı təbrik edirik. Bu video bir iyun günü çəkilib. Siz harca 4'ü 5'i falan izləyəcəksiniz. Hamınızın keçmiş bayramı mübarək. Bugün Sevranın 1 iyun münasibəti ilə master klası var. Məktəbdən gedirlər və videonun sizinlə birlikdə, master klası sizinlə birlikdə gələcəyi nələr baş verir. Belə ümid edirəm ki, sizin 1 iyun uşaqlar günü bayramınız qəşəng keçib. Nə hədiyyə aldılar sizə yazın görüm. Belə biz gedirik məktəbə, Rauf da bağçadadır. Görək bugün başımıza nələr gəlir. Gedirik məktəbə. Sevaşa baxın nə gözəl olub. Önü göstər. Adı yazılıb koftasının üzərində. Gedirik. Gedək sinifə, sonra gedəcək. Məktəbimizin girişinə də belə bir şey qoyublar. Getdik. Gedirik artıq. Avtobusa minirik. Oturduk avtobusa gedirik. Hazır başqa müəllimə də gələcək, onu da gözləyirik, bir yerdə gedək. Mahnılar oxuya-oxuya, deyib, gülüb, əylənərək gəldik, çatdıq master klasımızın keçiriləcəyi məkana. Çatar-çatmaz uşaqlar yerləşdilər. Qızım həyəcandan bir təhər olmuşdu. Burada da görürsünüz. Sevranın barmağına nə olduğunu bir sonraki vlogda görəcəksiniz uşaqlar. Burada master klasın stolu hazırlanır ki, uşaqlar rahat otursunlar. Belə. Hüquqlarınızı izah edeyim sizə. Uşaqlar, məktəbli müəllimələr sizi incidir. Niyə aşağı qiymətlər yazmırlar? Yalan danışırsınız. Nə oldu? Uşaqlar, 2 alan var sizdə. 3 alan var. Müəllimələr heç qışqırmır üstünüzə. Uşaqlar, kameradan baxıb görürük, yaxın qışqırırlar. Kimin müəlliməsi qışqırır? Əlinizi qaldırın. Oradakı qaldırırdı. Qız sonra sağdı. Hə, müəllimə qışqırır. Oldu müəllimə. Onu qoy döysün elə mama səni. Deməli, uşaqlar, bugün biz akvarium master klasındayıq. Sizə alqışlayaq. Deməli, baxın. Fıstıq, nə geçir? Orada fındıq, fıstıq. Elə bir ki, Novruz bayramındayıq. Və artıq uşaqların akvariumlarını gətirdilər. Hamısı boyamağa başladı. Mənim yaralı ceylanım da sol əli ilə boyamaya çalışır. Amma buna baxmayaraq həqiqətən qəşəng və səliqəli boyadı. Mama, nəsə deyir burada, yadımda deyil nə dediyi. Əlini qorxusundan tərpətmirdi. Burada rəfiqəsi ilə yanaşı oturub, sağında Lalıçka, solunda isə Ayluş. Belə. Sonra sizə bütün uşaqları göstərirəm burada. Kim neynir, necə boyuyur. Sevoş çox həyəcanlı idi və həqiqətən çox əyləndi. Sevoşun heyvanlara olan sevgisini onsuz da hamınız bilirsiniz. Burada ona balıq veriləcəyi üçün dəhşət çox sevinmişdi. Belə baxın, görün, sol əli ilə boyamasına baxmayaraq çox qəşəng boyadı. Sonra keçirik yarışlara. Bizim sinifimiz 1A sinifidir. Nə qədər mücadilə etməyimizə baxmayaraq 1C sinifi bizi utdu uşaqlar. Nəysə, əsas odur, belə deyək də, uşaqlar əyləndi. Belə şeylərə çox fikir verməmək lazımdır. Bəli, rəqabət yaxşı şeydir, amma qədərində. Burada əsas olan şey uşaqların əylənməyinə odaqlanmaqdır, türklər demişkən. Belə, burada da qızlar yarışırlar və yenə də maalesef 1C utdu uşaqlar. Hələ də mücadilələr davam edir. Buna baxmayaraq yenə də 1C qazandı. Bizim qızlar başaramadı. Səmroşa baxın, yazıq uşaq qalmışdır da neynəsin. Sonra gedirlər filmə baxmağa.
masterclass ile bir oyunlardan sonra sinema otağına geçirdiler. Orada multfilm izleyecekler. Qəribə bir multfilm idi. Yəni mən uşaq vaxtında rast gəlirdim, heç baxmırdım amma Sevra çox bəyəndi. Çox da əylənərək baxdı. İlk dəfə Sevranın hansısa multfilmə baxarkən bu qədər gülüb əyləndiyini gördüm. Belə, siz də biraz baxın. Baxdınız, bəsdir. İndi işığı yandırıb sinifin üstünün uşaqlarını göstərirəm. Belə, Zəhra Şabağın əl eləyir. Zəhra, Lalə. Bu arada buradan bizim vloglarımızı izləyən Sevranın bütün sinif yoldaşlarını salamlayırıq. Sonra kızım acdı. Ona cici bəbə verdim. Mən hər yerə zaten sumka ilə gedirəm. Yedi cici bəbəsini, qarnını biraz doyurdu. Sonra çıxdıq sinemadan. Uşaqlar burada heyvanlar görmüşlər. Biraz onlara baxdılar. Tudu quşu var idi. Sonra hamster var idi. Onlar da baxdıqdan sonra sıraya düzülmüşdülər. Tekrar oyun oynamağa başladılar. Burada isə kontrol oyunu da. İndi necə başa salım sizin? Baxın görəcəksiniz. Dengə demişkən. Dostum arkaya. Gel. Bence Semra. Sevda. Sevda kızların acılı çıkacak. Değil. Ve stop. Uzanırsan yere 10 defa zoom eləyirsən. Uzan. Sayın kızlar. 3, 4, 5, 6, 7, 8, 9, 10. Düşürsünüz aşağı. Növbəti 2 nəfəri müəllimə göndərir. Animatorunda dediği gibi Sevra bütün kızların acığını çıktı. Sonra keçdilər yemək fəslinə. Pizza, kartof fri və çöplü sok. Sevoş yenə bir əli ilə açmağa çalışır. Sonra Ləman xalası həmən imdadına yetişir və ona kömək edir sokunu açmaqda. Soku burada ona biraz turş gəlir. Ona görə üzünü biraz turşudur. Və yeməyə devam edir. Nə olardı ki, bir də belə iştahla yesin. Ay Sevoş. TikTok'ta bir tane olan var ya, bütün adları kışkırarak değil, laf onun kimi səsləndim uşağa. Böyle bütün uşaqlar burada kurs gibi açdılar, enerji yığırlar ki, geçsinlər evi mamalarının başına oynatsınlar. Hamısı geçen yeyirlər. Burada əkizlərimizin biri var, ayırt edəmirəm hansıdır, amma deyir ki, sizin vloglarınıza baxıram. Maşallah bu qızımız yarışdı və bütün yarışdığı uşaqları utdu. Sevranın akvaryumunu göstərirəm sizə. Burada bütün uşaqların akvaryumları qoyulub və adları yazılıb. Görün Sevroş nə qəşəng boyuyub. Və biraz keçirlər sonra rəqs eləməyə. Sevoş baxır ki, görəsən oynayım mı, oynamayım mı? Və artıq evə yola düşməyə vaxtıdır. Artıq evə gedirik. Sevoş yorulur. Barmağı da ağrıyır. Gəldik, nəhayət qayıtdıq. İndi acımızdan öldüyümüz üçün, süründüyümüz üçün gedirik. Gedirik kızlarla bir yerde yemək yeməyə. Sevoşun məktəbini sizə göstərim. Görürsünüz, bu da Sevoşun məktəbidir. Gedirik yemək yeməyə, Sevoşun sinif yoldaşlarıyla görüşmüşük, acımızdan ölürük. Sevra yedi düzdür orada, mən yeməmişəm. Qanlar qıtmışam, qanım sallanıb. Elə deyəndə ki, qanım düşüb, qanım sallanıb. Elə. Eğlendin cüce. Rafı bağçada qoyub restorana gedirəm. Dadan öldürəcək mənim. Gel özümə baxarsan YouTube'da. Denən. Semroşun da kanalı var bu arada uşaqlar. 2 mələkdir kanallarının adı. Hə? Sen de YouTube'dasan? Hə, sen de YouTuber olubsan? Oturduk. Oturduğumuz restoranla Rafın bağçasının arası 2 dəqiqəlik məsafədə. Mən ana olaraq ürəyim gəlmədi Rafsız restoranda oturum. Gəldim Rafı götürdüm. Hə, Raf mən almışam da onu. Hə, gəldim Rafı götürdüm. Hə də mama alıb da, mama alıb göndərib bağçaya. Nəysə. Gəldim Rafı götürdüm. Sonra gedim oturum rahat yeməyim. Onsuz keçmədi boğazımdan. Gəl, gəl. Yeməklərimiz gəldi. Hər gəzçiklər oturub. Maşallah, maşallah. Növbəti gündən hər kəsə salam.
Deməli dünəni yola... Aha, buydadır yayov. Dünəni yola verdik. Kaka gir içeri toz Hə, geldi o küle. gözün toz olacaq bizdə. Gir daha toz doldu gözü kaldırın. Danışarım inşallah. Hə, dünəni yola verdik, gəldik evə, biraz dərs oxuduq, biraz dincəldik. Yorğunluqdan bitmişdi, yəni o qədər çox yorulmuşduq, sonra yatdıq. Bugün də oyanmışıq, aparıq, Sevroja məktəbə gedib. Rəf burada, Rəfi bağçaya aparırıq. Herkese selamlar. Da Rəqif əminiz. Rəfi bağçaya qoyub, açan xidmətdə işlərimiz var, ora gedəcək. Yəqin ki, bu vlogu planlaşdırırdım, Sədərəy vlogundan sonra paylaşım. Amma dedim 1 iyun çox keçmədən ilk öncə bunu paylaşım. Ona görə də bugün izləyəcəksiniz bu vlogu. Evə qayıdan kimi editləyib sizin üçün paylaşacağım. Belə, gedək indi Rəfi qoyaq bağçaya. Sonra yolumuza devam edelim. Hə, bugün kargomuz da var. Temudan 2-3 dənə şey zakas vermişəm. Onları da götürəcəyik. Qaydanda onu da birlikte gedərik. Hər yerə bir yerdə gedirik. Hər yerə sizinlə gedirik. Memnun değil miyim? Yok, çok memnunum. Sizinle birlikte eğlenmeyi çok seviyorum. Sonradan yaşadığımız şeylere tekrar bakıp sizin de yorumlamanızı vapşet çok seviyorum. Görüşürüz birazdan. Bu anda yok. Yine asan xidmət işimize alınmadı. Şirin yaptı da. O istemiyorum, ne günde görünürler. Bu da burada da var. Şeyde, ay, ciddi beyim, alınmadı yine asan xidmət işimiz. Heç nə məcbur. Ahırı geldi boşanmaya. Axırı məcbur masallıya gedəndə həll edəcək. Əsəblərim bozuldu. 3-cü dəfə gəlirik. Alınmır burada işimiz. Neyse, heç nə gedim kargomu. Sen rayona geçseydin, rayonda geçseydin. Araçlar hiç lazım değil. Gedim, Onu bilirsen sen. gedim kargomu götürüm, gedim evə. Sinirlerim bozuldu. 3-cü dəfə gəlirəm. Mən yatardım, yatmazdım. 1 saata sevoç çıxır. Nə 1 saatlık? Hadi baxın. Sağdan onun yarısında bir Ha, saat. 1 saat. 1 saat 20 dəqiqə falan sevoç çıxır. Otur. Gedim sevoşu götürüm. Ya gedim kargomu götürüm. Eve gidiyorum. Neyse, bindik maşına, indi gedirik. Yoruldum ben. İşim alınmayanda. Yiyeceğiz buradan. Bundan daha sonra... Ağlamır bilsen niye? Sözüme kulak asmır. Öz bildiğiyle gelirim. Rayonda dedim ki gedi rayonda 5 defa dedim. 40 defa dedim. Gezdi bütün rayonu. Küçe ve küçe. Gedib eləmədi, işini görmədi. Yine geldi burada dedi ki biz siz boşayanlar. Gedin masalda boşanın. Bundan danışmıram. Özüm bayaqdan bilmir nətər şeyləsin ki, girsin kadra, ağzıma. Ama danışmıram, yiyeceğiz buradan. Neyse. Neyse dalaşdı. Çektiğim mahın üstə. Geç buradan. Hə. Oo! Şok çəkirdim. Şiddət eləyərəm ha sənə burada. Heşte. Şok çəkirdim mahnıya. Bu ne mahnıdır video çəkirsən? Düz deyirəm Bu də. ne mahnıdır? Geri zəkalı mahnılara qulaq asırsan. Nəyi geri zəkalıydı? Geri zəkalıdır o. Şirniyyat istəyirəm. Qəşəng şirniyyat istəyirəm. Burada 2 dənə düşən girmədim. Yeni. İstəmirəm ola oradakı Hə. şirniyyatları. Mən də başqa heç yerə gedirməm. Saat Uşağımı götürüb gedib uşağımla alaram. görürsən. Yalan deyirəm uşaqlar. Yox. Görürsən. Neyse. Hə. Bir gün əlimdə qalacaqsan. Hava deyirəm sənə. Gideceğiz buradan. Ama- Sevoşu götürüb gedib. Almayacağım şirniyyat. Mən də qızımı götürüb gedib alacağım. Ha, yuxuda. Hə, gedib şirniyyatımı yeyərəm. Belə gedək 2 dənə kardım. dükana girdim mi almadım. İstəmədim də qəşəng şirniyyat yox idi orada. Belə gedək görək başımıza nə gəlir. Necə də yuxum gəlir. Geri yat. Kulağım yüzüm güldüyür. Kimsə dalımıza danışır ha. Allah'ım olsun. Öldürəcək bu oğlan mən Allah'ım da olsun. Yəni o qədər enerjisizəm. Səsimdən belə bilinir ya vallahi billahi. Neyse. Gedək Kala kala var lan uç. gedək. Bu bizim kimin əlində qalacaq biləsiniz. Neyse gedək kargomu götürüm. Görüm özümə köynə sifariş Sen o kalan gördün külək neynədi. Qalmışdı kala çöldə. Bir ağırçılıq idi. Kala bu ne geyimdi geyinmişsən? Gedim köynəyimi götürüm. Ne? Buna da ayakkabı almışım. Bilseydim almazdım. Gedirəm qaytarmaya. Neyse. Gedək görək başımıza nə gəlir. Ay, Mənim pulumdan mənə şey alır, mənə deyir ki, almışam. Sağ ol. Kim sifariş verir? Kim onu orada Temu'da neçədən şeyə basıb vurub? Hə? Kim eləyib? Öz ayakkabını sənə mən almışam. Ay bədbəxt. Nəyi mən alım? Ayakkabını mən almışam sənə. Məndən niyə pul aldın sən? Sənə öz köynəyin pulunu aldım. Sən ayakkabını aldın.
Əvəz dopşum hə? Hə, sən mənə hədiyyə. Özü yenə müsəbətim də oldu. 42 manatlıq mənim müsəbətimdə mal var. Uşaqlara basançıq Burada? atmışam. Uşaqlara Kartımda var 52 manat. Doğrudan. Hə. Onu da gitmeye vuram. Gedim uşaqlara yağ basançıqası vurmuşam. Həyətdə ceyməyə dəst vurmuşam bir iki dənə. Özümə niyəsə vurmamışam. Gedim özümə də bir dənə bir şey vurum. Ağ şalvar istəyirəm. Gedim o gün getdim nə qədər gəzdim. Bir də özümə qəşəng ağ belə əynə qəşəng oturan ağ şalvar tapa Bir bilmədim. dənə tapmışdım qıpqırmızı bəyənmədi. Bir də mən şalvarda hökmən yapışıb bunu götür. O şalvardan özü evimizdə var. Mənim 2 dənə varım da orayda şalvar. Yapışıb ki yenə bunu götür. Nə edirəm eyni şalvarı yığıram evə? Ağ Mən şalvar geyimirəm. Bunun da şalvarı onu da eynidir. Mən istəmirəm. Şeydir. Gedim. Kartı açılmaz indi. Onda açılırdı. Görüşərik. Hələlik. Getirdik kargamızı. İndi maşını saxlasın sizinlə bir yerdə açarıq. Raqoşun ayaqqabısı buradadır. Neyse, gedək məhəllədə saxlayır maşını bir yerdə açarıq. Bəli, bu qızı götürdüm. Gedirik hal-hazırda evə. Gedək. Neyse, baş xarab olub. Barmağına görə nə məktəbdə yazı yazır, nə bir şey, heç nə. Gedir boş-boşluq gəlir. Gedək evə. Belə bugünkü vlogumuzu da ümid eləyir ki, ya burada yolda sağollaşacağam. Ya burada evdə nə? Yox, Nə? yaxşı. Sağollaşım evdə. Burada evdə. Evdə? Yaxşı. Xanım qız dedi gedək evdə sağollaşıq. O zaman gedək evə. Sonra evdə sizinlə sağollaşarıq. Belə uşaqlar, videomuzu bəyəndinizsə Kanalımıza abone olup like atıp yorum. Sen dur. Videoya basacak sizi çok seviyorum. Kanalımıza abone olmayı unutmayın. Benim ad günü videom da gelecek. Hiçbirinin hamısına bakmağı hiç kim unutmasın. hələli. Oy. Hə, dinə. Hə, dinə. Yaxşı, dinə. Aşkım. Hə, dinə. Kanalımıza abone olun. Like atıp yorumlara uyatmayın. Hayal.